Salam! Əziz və dəyərli xanımlar, hər gün olduğu kimi bu gün də bizim günümüzdür. Sadəcə olaraq bu gün bizim müstəqil olmağımız üçün tarixdə iz qoyulan bir gündür. Və uzun illər öncə bizim üçün bu addımı atan xanımları ayaq üstə alqışlayıram. Keçən il çəkdiyim videonu da eyni bu sözlərlə başlamışdım. Bu dəfə feminizmi biraz dəyərsizləşdirən xanımlardan danışacağam. Xanımlar, feminizmə pis baxanlar, dəyərsizləşdirənlər. Onu demək istəyirəm ki, feministlər olmasaydı bir çoxunuz indi olduğunuz yerdə olmazdınız. Bəlkə də inanmayacaqsınız, amma ki hələ də bizim dövrümüzdə belə kişiləri qadınlardan daha üstün tutan insanlar var. Və bir çoxunun dediyi sözlər bu olur. Tarixdə ən məşhur yazıçılar kişilər olur. Tarixdə ən məşhur bəstəkarlar kişilər olur. Bilirəm indi bir çoxunuz qırılacaq, amma ki sizə belə bir fakt deyim. Şəkildə gördüyünüz xanım Amadina Aurora Lucille Dupin yaşadığı dövrdə qadınların kitab yazması qadağaydı və o məcburən kitablarını kişi adı altında buraxır. Və indi biz onu George Sand kimi tanıyırıq və uzun illər George Sandın əslində qadın olduğunu insanlar bilmirdi. Sağ olun.